Dekabrın 9-da Astara rayonu Şahağac kəndində Xəzər dənizində itkin düşən iki balıqçıdan biri 1999-cu il təvəllüdlü Həsənov Ağadədə, Famil oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və sularda xilas etmə dövlət xidmətinin dalğıc xilasediciləri tərəfindən suda tapılıb. Meyit Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və su polisi tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Sudan çıxarılan meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zonu Həsənov Turan Eyvaz oğlunun axtarışları davam etdirilir.